Bugün niyə kreditlə çox mal alınır məsələn? İnsanlar bir çox şeyi kredit vasitəsilə əldə edirlər. Onun səbəbini siz deyə bilərsiniz ki, bu maddi vəziyyətin aşağı səviyyədə olmasındandır, imkansızlıqdandır. Amma yeganə səbəb bu deyil. Səbəb bir də budur ki, insanlar əvvəllər bir-birinin yanına borc almaq üçün gedirdi və bir-birinə borc verirdilər, vaxt verirdilər ki, yavaş-yavaş pulu qaytararsan. İndi o dəyərlər aradan gedir yavaş-yavaş. İnsanlar bir-birinə üz-üzə gəlməmək üçün bu nizamlar yaranır. Çünki etimadsızlıq var. Borcu verən bilmir onu ala biləcək ya yox. Və yaxud hətta bilirsə də etinasızdır kiməsə yardım göstərmək üçün. İslam bəyənən cəmiyyətdə belə hallar olmaz. Mən bir nümunə üçün bunu dedim əlbəttə. Amma hədislərimizə baxın, din qardaşının, mömin qardaşının bir hacətini yerinə yetirən adam İmam Sadiq buyurur. Allah onun qiyamətdə 100 min hacətini yerinə yetirər ki, biri cənnətdir.